Cəlilabad rayonunun hal-hazırda 267 şəhidi var. 155, yəni belə deyək də, 1-ci Qarabağ müharibəsi şəhidləridir və 112 də 44 günlük Vətən müharibəsi, lokal antiterror əməliyyatı, yəni bunlar hamısı bir yerdə 112 bizim Vətən müharibəsi şəhidi sayılır. Bu günə qədər də Cəlilabad rayonunda bizim 5 milli qəhrəmanımız var, 2 də Vətən müharibəsi qəhrəmanımız var. Vətən müharibəsi qəhrəmanlarından biri şəhid Rəşad Abdullayevdir, digəri də həyatda olan Ağayev Qəzənfərdir. Bu günə qədər də Cəlilabad rayonunda şəhidlərimizin hələ də 50-dən çoxunun adı əbədiləşdirilərək küçələrə verilmişdir. Büstləri, barelifləri qoyulmuşdur.